16 noyabr 1988-ci ildə təxminən yarım əsrlik mübarizədən sonra Türkiyə dövləti tələbələrin hicabla təhsil almasına icazə vermiş və qısa müddət sonra yenidən qadağan etmişdir. Türkiyənin inanclı insanı hicab azadlığı yolunda çox zülm və mənəvi terrorlara məruz qalmışdır. Bəlkə də dünyanın heç bir yerində Türkiyədəki kimi hadisələr yaşanmayıb. Təsəvvür edin ki, müəllimlərdən biri dərsə hicabla gələn yeniyetmə qızı məktəbin həyətində soyundurub rüsvay etmiş, ardınca tələbələrdən ibarət bir qrup dekanlığa hücum edərək təhsil işçilərini əsir almışdır. Sonrasında isə yüzlərlə tələbə imtahanları boykot etmişdir. Türkiyə xalqının bu mübarizədə əsas üstünlüyü bu idi ki, ölkənin dindar olmayan, amma qeyrətli gəncləri dindarlara dəstək verir və onlarla birlikdə aksiyalarda iştirak edirdilər. Azərbaycanda 30 ildən çoxdur ki, pasportlarda, dövlət idarələrində hicab qadağandır. Elə bilirsiniz ki, bu islamofob hakimiyyət nə vaxtsa öz xoşu ilə hicaba icazə verəcək? Əsla. Ona görə də əziz Azərbaycanın dindar və qeyri-dindar insanları, biz bütün məsuliyyəti dərk edərək sizi və özümüzü Azərbaycan xalqının əlindən alınan hüquqlarına, xalqın sərvətlərinin bir neçə vəzifəli şəxs arasında bölünməsinə, qanunsuz həbslərə və ən az bunlar qədər vacib olan hicab qadağalarına etiraz etməyə çağırırıq. Bizim xalq olaraq etiraz metodlarımızdan biri də sosial şəbəkədə narazılıq səsimizi ucaltmaqdır. Siz də bu barədə paylaşım edərək etiraz edə bilərsiniz.